Cənab nazir, bir də bir yeni iqlim reallığı var. Xüsusilə intensiv yağıntıları nəzərdə tuturam. Bu kənd təsərrüfatına necə təsir eləyir və təbii amillərdir və onların vurduğu ziyanın aradan qaldırılması istiqamətində nazirlik tərəfindən fermerlərə dəstək barəsində hansı addımlar atılır və xüsusilə də aqrar sığorta mexanizmi istəyirəm ki, bu prosesdə necə rol oynayır, bunu da vurğulayasınız. İqlim təsirlərindən kənd təsərrüfatı bəzən faydalanan, bəzən isə çox ciddi zərər görən bir sektordur. Azərbaycan da bundan kənarda qalmayıb. Nümunə olaraq misal çəkə bilərəm, 2023-cü ildə Azərbaycanda quraqlıq keçməsi səbəbindən dəmiyə torpaqlarının 1/3-nin məhsul itkisinə və qurumasına gətirib çıxartması misalıdır. Bu il ərzində bizim gördüyümüz yağışların yazda çiçəkləmə dövrünə, meyvə bağlarına vurduğu zərərlərdir və s. İqlim dəyişmələri dediyim kimi sadəcə yağışın həcminin artması və bəzi hallarda anormal paylanması, bəzən quraqlıq keçməsi, bəzi yerlərdə müxtəlif fırtınaların, küləklərin olması və hər birinin özünə görə bir təsiri var. Burada bizim atdığımız iki istiqamətli addım var. Artıq başlanılmış bir neçə il qabaq ölkədə aqrar sığorta mexanizmi yaradılıbdır və bu aqrar sığorta mexanizmi sayəsində fermerlər bəzi bitki məhsulları üzrə harda ki dövlət subsidiyalaşdırır, icbari sığorta müəyyən mənada mövcuddur və orada iqlim hadisələri, sığorta hadisələri baş verdikcə fermerlər kompensasiya olunur. Amma eyni zamanda könüllü sığortalanan fermerlər də var və biz könüllü sığortalıların sayının ildən ilə artdığını görürük. 2025-ci ilin sonuna ümumi sığortalanan sahə 386 min hektar təşkil edir Azərbaycanda və əlbəttə ki, bunun artırılması 2030-cu ilə 1 milyon hektara çatdırılması nəzərdə tutulur. Bu o deməkdir ki, 1 milyon hektara çatdırmağımız bizim əkin ərazilərimizin təxminən 65-75%-nin sığortalanması deməkdir. Sadəcə 2025-ci ildə 600-ə yaxın fermerin müraciəti olmuşdur məhz sığorta hadisələrinin baş verməsi ilə bağlı. Toplam 2025-ci ildə həyata keçirilmiş həm 24-dən qalma ödənişlər, həm 25-ci ilin ödənişləri olaraq 9 milyon manatdan çox ödəniş həyata keçirilmişdir. Yəni, bunlar hər biri məhsulun istehsalının və dayanıqlığını və davamlılığını təmin etmək məqsədi daşıyır. Yəni, sığorta mexanizmi, qeyd etdiyim kimi, birinci mexanizmdir. İkinci mexanizm danışdığımız süni zəka mexanizmlərinin tətbiqidir. Burada öncədən məlumatlandırma, fermerin məlumatlandırılması və müvafiq olaraq ata biləcəyi addımlar varsa, o addımların atılmasına məsləhətin verilməsidir. Fermer nə qədər öncədən xəbərdar olsa ki, hər hansı bir iqlim hadisəsi baş verə bilər və bunun məhsuluna zərər vura bilər və o önləyici addımlar atmağa imkanı yaranacaq, şansı yaranacaq. Eyni zamanda bəzi iqlim hadisələrinə qarşı, doluya qarşı biz artıq torların, bağların üzərində çəkilən torların da və onların mexanizmlərinin də dövlət güzəştinə salmışıq və onlarda da 40% dövlət güzəşti tətbiq olunur. Yəni, fermerlərə iqlim hadisələrinə